Xətainin Hüseyn Cavid Düzlü kitabdan, Elflam Şoyun kitabından olan 37-dən olan testin izahını sizə verəcəm. Başlayaq. Birinci testdən. Deməli, burada ümumi şahsmənin Xətainin yaradıcılığı ilə bağlı ümumi olaraq fikirlər burada görsənilir. Şahsmənin Xətainin nəsihətnamə məsələsində öz əksini tapıb müdrik məsələlərə aiddir deyir. Burada baxacaq, orada hansı fikirlər var idi? Könül yıxmamaq var idi, birinci fikir var idi. Bir var idi, gənclərə Allahı sevməyi öyrətmək, yaşlılara hörmət etmək. Bir də xalqına sədaqətli olmaq kimi fikirlər var. Cavabımız B variantıdır. Qədim türk döyüş taktikasının sirləri burada yox idi. Sevgisinə biganə olan şəxslər tövsiyədə burada yox idi. Klaster tamamlayınır. Dəhnamə əsərlə bağlıdır. Özündən sonra bir nişanə qoymaq, qəmli könülləri şadlandırmaq. Yazın gəlişində burada yox idi. Allahın birini və özünün ona bəndəliyini bildirmək. Bu fikir uyğundur. Dilimizin incəliklərini politik dilə göstərmək yox. İlə eşq etmək yoldan göstərmək deyil. Poema yaradıcılığına simvolik surətlər əldə etmək. Bu da deyil. Cavabımız B variantıdır. 3-də deyir, Xavər şahı yaxət çaqqıldır. Göylər təbəqəni paç qıldı. Nümunəsi şahsmənin Xətainin hansı fikri ifadə edir? Ümumiyyətlə, baxsaq bura, deməli, bu axşamın düşməsi deyil, baharın gəlişi deyil, yağışın yağması deyil. Yəni, siz sadəcə A və D variantları arasında qala bilərsiniz. Burada isə cavab, deməli, D variantıdır. Əgər A variantında olan fikri ifadə eləmək istəsəydi, deyərdi ki, deməli, göy qübbəsindən asıldı qəndil, yüzündən alıb niqabı məndil. Bu fikirləri desəydi əgər, burada üçüncü fikirdə A variantını götürmək olardı. Amma sadəcə bu fikir səhərin açılmasını göstərir, yəni D variantı olacaq. Şahsmənin Xətainin yaradıcılığına aid yanlış fikirlər göstərir. Şairin fikrincə məhəbbətən biganə olan haqqı da onudur. Bu fikir düz fikirdir. Şeirlərinin böyük bir qismi Səfəvi Qızılbaş görüşlərinin təbliğinə həsr olunur. Bu da düzdür. Həm lirik, həm epik növdə yazıb düzdür. Elə poema var idi, epik növ, lirik növdə qəzəllər falan var idi, yəni. Azərbaycan ədəbiyyatında ilk Dəhnamənin müəllifidir. Bu fikir səhv fikirdir. Çünki ilk dəfə Dəhnaməni Marağalı Əhvədi yazmışdı. O da fars dilində yazmışdı. Ona görə də bu fikir səhv fikirdir. Y variantı isə düz təbiətə aid şeirlərində daha çox baharın gəlişi təsvir olunub. Şahsmənin Xətainin ilə bağlı təzadlardan biri doğrudur. Heca yazsa da əruz vəznində yazmayıb. Bu səhvdir. Əruz vəznində də yazıb, heca vəznində də yazıb. Ana dilində yazsa da farsça yazmayıb. Ana dilində də yazıb, farsça da yazıb. Qoşma yazsa da qəzəl yazıb. Həm qəzəl yazıb, həm də qoşma yazıb. Ona görə bu fikir də səhvdir. Lirik yazsa da epik növdə yazmayıb. Elə epik növdə Dəhnamə əsərini biz burada bariz nümunə kimi göstərə bilərik. Nəzmlə yazsa da nəsrlə yazmayıb. Bu fikir düzgün fikir. Çünki o sadəcə nəzmlə yazıb, nəsrlə yazmayıb. Şahsmənin Xətainin yaradıcılığı ilə bağlı yanlış fikri müəyyən edin. Həm heca, həm də əruz vəznində əsərlər yazıb. Bu fikir düzdür. Deməli, ən iri həcmli əsər nəsihətnamə məsnəvisidir. Bu fikir səhvdir. Çünki ən iri həcmli olanı Dəhnamədir. Orada nəsihətnamə deyil. Ona görə B variantı burada səhv fikir olacaq. C variantı ki, şeirlərin böyük bir qisminin Səfəvi Qızılbaş görüşlərinin təbliğinə həsr olunub. Bu fikir düzdür. Şair saf ülvi eşqi Allahın lütf etdiyi qiymətli nemət kimi dəyərləndirir. Bu da düzdür. Təbiət mövzusunda yazılmış əsərləri ideya, bədii keyfiyyətinə görə ədəbiyyatımızda ən yaxşı əsərlərdir. Bu fikirdə düz hesab etmək olar. Cavabımız B variantı. Şahsmənin Xətainin yaradıcılığı ilə bağlı yanlış fikir müəyyən edin. Şairin lirikasında şifahi xalq ədəbiyyatı janrlarından da istifadə olunub. Bəli, bizə deyirlər ki, Şahsmənin Xətai şifahi xalq ədəbiyyatından bəhrələnərək, yəni oradan götürdüyü janrlardan istifadə edərək mükəmməl əsərlər yazıb. Bu fikir düzdür. Dəhnamə poeması fars dilində yazılıb. Fars dilində yazılmayıb, Dəhnamə poeması ana dilində yazılıb. Ona görə də B variantımız səhvdir. Şeirlərinin böyük bir mühüm hissəsini sufilik görüşlərinin təbliğinə həsr edib və bu fikir düzdür. Dəhnamə poeması Əruzun Həzrət bəhrində yazılıb. Bu da düzdür. Nəsihətnamə məsələsində sufi qızılbaş ideyalarının təbliğinə geniş verilib. Bu da düz fikirdir. Deməli, Şahsmənin Xətainin yaradıcılığı ilə bağlı yanlış cavabı müəyyən edin. Məhəbbət şeirlərində lirik qəhrəman sevgisinin cöfür cəfasını ehsan kimi qəbul edir. Burada bu fikir düzdür. Yəni, məhəbbət şeirlərində bu fikir var ki,
sevgisinin cöfür cəfasını ehsan kimi qəbul edir. Bu fikir düzdür. 3 dildə yazıb yaratsa da ana dilində yazmağa üstünlük verir. Bu fikir də düzdür. Çünki o Azərbaycan, yəni türk dilində həm ərəb, həm də ki fars dilində yazmışdı, amma sadəcə ana dilində yazmağa üstünlük verib. Şairin sufi görüşlərini təbliğ edən əsərlərində humanizm, insana böyük məhəbbət öz əksini tapıb. Bu fikir düzdür. Şairin divanında həm hecə, həm də əruz vəznində yazdığı şeirlər var, əsərlər var. Bu da düzdür. Digərdə də deyir ki, 1509-cu ildə yazdığı Dəhnamə əsəri şairin ən iri həcmli əsəridir. Dəhnamə əsəri düzdür, şairin ən iri həcmli əsəridir, amma 1509-cu ildə yox, 1506-cı ildə yazılıb. Ona görə bu fikir səhvdir. Cavabımız Y variantı olacaq. Deməli, keçək 9-cu testə. Aşağıdakı nümunələrdən hansı Şah İsmayıl Xətaiyə aid deyil? Ey könül, icran qəvimdən çox şikayət qılma kim, aşiqə cövrü cəfası lütf ilə ehsandır. Bu fikir düzdür. Çünki o bayaq da deyir ki, o sevgisinin deməli cövrü cəfasını ehsan kimi qiymətləndirir. Bir yaniyə getdi hər pərivəş, dağıldı şərər, deməli bu da yaxşı düşmür, ona görə tam görə bilmirəm. İşte bir yaniyə getdi hər pərivəş, dağıldı şərər, tutuşdu atəş. Deməli, bunun burada olmamalıdır. Buna Şah İsmayıl Xətaiyə bu aid deyil. Yəni, burada yoxdur bu. Bəzəndə hər bir ağac bir gülü ilə ağaclar cümlə gülpirahən oldu. Bu düzdür, Bahariyədə var idi. Bülbül oxudu sifət icran, dəryada dür oldu, əbri neysən, bu da var idi. Qanlar yuduranın yüzündən ayrı, bimar tənəm gözündən ayrı. Bu da var idi əsərin içərisində. Düzgün, yəni tam oxumuşsa orada deyilir. Yəni, bu fikir də orada var. Deməli, amma B variantı mənim yadıma gəlmir indi hansı yerdən olduğu, amma elə bir fikir var. Y variantı da ki, Dəhnamənin içərisindən vermişdi. Deməli, bu qədər. Cavabımız B variantıdır. Şah İsmayıl Xətai və Nəsimin yaradıcılığı üçün ortaq sayıla bilər. Həm hecə, həm əruz vəznində deməli, əsərlər yazıblar. Bu düz fikir, yox, bu səhv fikirdir. Çünki heca vəznində sadəcə Şah İsmayıl Xətai ilə başlayıb yazmalı. Nəsimin yaradıcılığında bu yoxdur. Ona görə A fikir səhvdir. Həm bir həm epik poeziyanın inkişafına deməli töhfə verir, amma fikirləşsə ki, Nəsim heç epik növdə yazılır. Ona görə cavabımız səhvdir. Həm fərs, həm də ana dilində əsərlər yazılır. Bu fikir düzdür. Həm nəsillə, həm nəzmlə əsərlər yazılır. Nəsillə əsərləri yoxdur. Şah İsmayıl Xətaidə də bayaq dedim ki, nəsil əsərləri yoxdur. Həm Səfəvi Qızılbaş, həm hürufi görüşünü təlim edən əsərlər yazılır. Səfəvi Qızılbaş Şah İsmayıl Xətaidə olacaqdı. Ona görə deməli səhvdir. Deməli 11-ci suala baxaq. Aşağıdakı nümunə ilə bağlı yanlış cavab müəyyən edin. Deyir, açıldı yazilər, bitdi çiçəklər, gül ilə şol bənövşə süsən oldu. Şah İsmayıl Xətainin deyir, deməli Şah İsmayıl Xətainin Bahariyə əsərindən, şeirindən bir parçadır deyir. Deməli, burada bu fikir səhvdir. Çünki bu fikir Bahariyədən deyil, o sadəcə təbiətin gözəlliklərini tərənnüm edən şeirlərin içərisindən yer verilməlidir. O isə orada yoxdur. Yəni, o Bahariyə şeirindən bir parça olmamalıdır. Mənim elə yadımda qalıb və cavabımız A variantıdır. Nümunə rədifdən istifadə edilmişdir deyir. Oldu sözü rədifdir. Təbiət mövzusunda yazılmış qəzəlin bir parçasıdır. Mənim dediyim fikir təbiət mövzusunda yazılmış qəzəlin bir parçasıdır. Ona görə deməli bu fikir də düzdür. Divayətdə iş yaz günlərində təbiətdə baş verən canlanmadan söz açır. Deyir, açıldı yazilər, bitdi çiçəklər. Gül ilə şol bənövşə süsən oldu. Nə vaxt çiçəklər açılır, yəni deyir, yazın gəlişi ilə, həm də ki, çiçəklər açıldı yazilər, yəni yaz gələndə. Bu da düz fikirdir. Məsələn, daxili bölgü bütöv prinsipə əsaslanmır deyir. Əsaslanmır. Çünki niyə görə? Çünki bu qəzəl olduğuna görə bütöv prinsipi əruz vəznində yoxdur, heca vəznində. Ona görə cavabımız A variantıdır. 12-də deyir, Elerven diaqramına əsasən fərqləndirilmiş hissəyə yazıla bilər. Lirik yaradıcılığında sufi, eləcə də hürufi görüşləri əks olunub. Bu ikisinə də aid düşüncədir. Təbiətə əsr olunmuş əsərləri orijinallığı ilə seçilir. Bu da ikisinə aid xüsusiyyətdir. İçində yazdıq. 3 dildə bədii irs qoyub, bu fikir də düzdür.
Deməli cavabımız elə 1-2-3 olacaqdır. 15-16-cı əsrdə yazmağı ortaya yazmaq olmaz. Ağır işgəncələrlə Hələb şəhərində edam olunub. Bu fikirdə ortaq deyil, Nəsimiyə aid olmalıdır. Ona görə 5-də səhvdir. Deməli 13-də deyirik. Nöqtələrin yerinə yazıla bilməz. Epik növdə əsər yazıb. Həm Nizami Gəncəvi, həm də Şah Səməd Xətainin poeması var idi. Elə epik növü götürdük. Vahid süjet xəttinə malik olan poema müəllifidir. Orada Xosrov və Şirin idi. Burada isə elə Dəhnamədir. Fars dilində ilahi eşqin tərənnümünə həsr olunmuş şeylər var. Burada fars dilində yox, ana dilində yazsaydı Şah Səməd Xətayı daha düzgün olardı. Ona görə cavabımız C variantıdır. Əruz vəzni müxtəlif bəhirlərində əsərlər yazıb. Deməli. Və yaxud da C variantında fars dilində ilahi eşqin tərənnümünə həsr olunmuş şeir deyil, ilahi eşqin tərənnümünü Nizami Gəncəviyə deməli görə onu da səhv götürmək olar. Əruz vəzni müxtəlif bəhirlərində əsərlər yazıb. Deməli, bu ikisinə də aid olan fikirdir. Poemasında təbiət təsvirindən istifadə edilir. Bu da elə ikisinə də aid olan fikirdir. Şah Səməd Xətai Nəsimi Qazi Bürhanəddin yaradıcılığı üçün ortaq fikir kimi götürülə bilər. Epik növdə əsərlər yazıblar. Deməli, epik növdə Nəsimi yazmayıb. Deməli, alını çıxdı. 3 ildə yazıb yaradıblar. 3 ildə yazıb yaratmaqdakı Qazi Bürhanəddinlə olaraq ortaq cəhət götürmək olmaz. Əruz vəznində əsərləri var. Rəzmli əsərlərlə məşhurdurlar. Bu da deyil. Tuyuq janrında əsərləri var. Bu da hamısına aid olan fikir deyil. Amma əruz vəznində əsəri olmağı hər üçünə aid xüsusiyyətdir. Elə Qazi Bürhanəddin tuyuğu var idi. Tuyuq əruz vəznindədir. Şah Səməd Xətayda da əruz vəznində var idi. Nəsimdə də elə əruz vəznində əsərlər var. Elə Sığmazamdan Ağrımaz elə əruz vəznində olan əsərlərdir. Deməli cavabımız C variantı olacaq. Şah Səməd Xətayinin lirikasına, mövzusuna daxil deyil. Sufi görüşlərin təsviri var. Təbiət mövzusu deməli var. Məhəbbətin tərənnümü var. İctimai ədalətin tərənnümü deyə bir fikir yoxdur. Səfəvi Qızılbaş görüşlərinin təbliği də var. Deməli cavabımız D variantıdır. Şah Səməd Xətayın Dəhnamə məsələsində aşiq obrazı sevənləri əbdə hallandıran qəhrəman sonra özü aşiq olur. Bu fikir düzdür. Deməli düzlər seçməliyik. Əsərdə aşiqin mənəvi aləminin, hiss və düşüncələrinin təsvirinə geniş yer verilmişdir. Bu fikir düzdür. Deməli bunu götürəcəyik. Huş, səba, göz yaşı və s. rəmzi obrazlardan sevgisinə qovuşmaq üçün yararlanır. Bu fikri də düz götürəcəyik. Qarşılaşdığı maneələr aşiqin səbrini tükədir və təslim olur. O deyir ki, aşiqin səbrini tükətsə də heç vaxt təslim olmur. Sadəcə ona qarşı mübarizə aparır. Deməli, bu səhvdir. Son məktubunu göz yaşı ilə məşğulə çatdırır. Son məktubunu göz yaşı ilə yox, səba ilə çatdırır. Ona görə də bu səhvdir. Sonda məşğulə ilə halallaşıb ayrılır. Bu fikir də düzdür. Uyğun variantı seçməklə arzuluğu tamamlayın. Səba, xuş, ah, göz yaşı, deməli, birincini 3 dənəsini səba gətirir, ondan sonra 2 dənəsini xuş gətirir, sonra bir dənəsini ah gətirir, sonra 3 dənəsini göz yaşı və arxası ilə deməli, bir dənəsini də səba gətirir və burada səba yazmalıyıq. Onun görə cavabımız D variantıdır. Ondan sonra keçirik 17-ci sual, 18-ci sual. 18-ci sualda deyir ki, Şah Səməd Xətayinin Dəhnamə poemasına aid yanlış fikir müəyyən edilir. Şairin ən hiri həcmli poemasıdır. Bu fikir düzdür. Əsər ənənəvi girişlə başlayır, düzdür. Əsərdə söz və ifadələr uğurla seçilmiş, ustalıqla əlaqələndirilmişdir. Bu fikir də düzdür. Əsərin əsas hissəsi Bahariyə ilə başlayır. Yox, əsas hissəsi Bahariyə ilə yox, deməli, aşiqin yuxuda məşuqəni görməsi ilə əsərin əsas hissəsi başlanır. Ona görə D variantı səhvdir. Poema əruz vəzni Həzrət Bərində yazıb. Bu fikir düzdür. Sonra 19-cu sual. Elə Venn diaqramına əsasən doğru cavabı müəyyən edin. Dəhnamə və Töhfətül Raqeyn. Əsərdə insan obrazı ilə yanaşı rəmzi obrazlardan istifadə olunub. Bu fikir Dəhnamə aiddir. Ona görə düzdür. Poema məsələn formasında yazılıb, məhəbbət mövzusunda yazılıb. Deməli, poema məsələn formasında yazılıb, bu ikisinə aid düzdür. Məhəbbət mövzusunda yazılması Töhfətül Raqeynə aid deyil. Ona görə bu fikir düz götürməyəcək. Ondan sonra əsərdə şairin həyatı, uşaqlıq illəri, təhsil, dostları ilə bağlı xatirələri öz əksini tapır. Bu fikir Töhfətül Raqeynə aid fikirdir. Peyzaj təsvirindən geniş istifadə olunub. Elə bunu Dəhnaməyə aid eləmək olar. Ona görə cavabımız 1-2-4. 20-də deyir ki, Dəhnamə poemasının hansı hissəsindən götürülüb? Qaşları kəmani kipri ox, aləm gözü, qatda nərgis şux. Oldum beməsəl divanə bidar, nə məstü, nə aqiləm, nə hüşyar. Deyir ki, bu hissə hansı hissədən götürülüb? Deməli, bu hissə olmalıdır Səbanın məşuqənin yanına gəlməsi. Bu məşuqəni görəndən sonra bunun ifadə etdiyi fikirlərin yerindən olmalıdır.
deməli, bu hardasa birinci məktubda deyil, ikinci məktubda deyil. B və D variantı çıxır. Məşuqənin sözü eşidib bağbanı və Səbanın danlaması hissəsində deyil. 6-cı məktubda da deyil. Burada A variantda olacaq. Bu deməli, bir dənə yazmasına qaşları kəman kipri ox, aləm gözü qatdı nərgisi şux. Oldum bir məsəl divanə bidar, nə məsud naqiləm, nə hüşyar. Hə, tamam. Bu nə məsud naqiləm, nə hüşyar yerləri o deməli aşiq onu yuxuda görüb, yuxuda durandan sonra onun ifadə etdiyi fikirlərdir. Yəni necə məşuqan görüb onu deyir. Ona görə də aşiqin əhvalı olan hissəsindəndir bu. Yəni yuxuda görüb yuxudan durduğu hissəsindədir. Yəni aşiqin əhvalı hissəsində. Şahs Xətainin Bəhariyə əsərindən verilən nümunədə işarələnmiş sözlərin mənasını ardıcılıqla düşün. Sərvin yenə tutdu damənin su, sərv üstə oxudu faxta quyqu. Quyqu, Gönçə dəhəni çəməndə xəndan, gülməkdən ənər atıldı dəndan. Burada yəni sadəcə sözlərin mənasını əzbər bilmək lazımdır. Burada damənin ətəş deməkdir. Elə fikirləşim. Damənin ətəkdir. Sərv üstə oxudu faxta quyqu. Elə quyqu sözündən yad götürə bilərsiniz ki, bu göyərçin ola bilər də yəni. Ona görə sonra 2-dir, 1-dir. Ondan sonra deməli Gönçə dəhəni. Gönçə ağzımış çəməndə xəndan. Burada dəhəndəki ağız deməkdir. Ondan sonra xəndan açılmış deməkdir, ağzı açılmış və gülməkdən ənar elə nar deməkdir. 3-də qoyduq. Ondan sonra 2, 1, 5, 6, axıra da qalır 4. Dəndan da diş deməkdir. Deməli 2, 1, 5, 6, 3, 4. Deməli, sonra 22-ci sualda şəxs Xətainin dəhnamə bölməsi əsasında səbəb nəticə əlaqəsində yanlış cavabı müəyyən edin. Səbəb nəticədə baxaq. Aşiq huşla ikinci məktubu göndərir, huşla ikinci məktubu göndərir. Aşiqin ümid evi paramparça olur, ürəyi xəstə olur. Bu fikir düzdür. Çünki yəni aşiq huşla ikinci məktubu göndərəndən sonra aşiqin ümid evi paramparça olur. Çünki deməli bir dəfə huşla göndərir, qəlbi qırılır, sonra ikinci dəfə göndərir, yenə paramparça olur. Yəni bu fikir düzdür. Aşiq yatıb yuxuda məşuqəni görür, bir könüldür, min könlü aşiq olur, gecə gündüz ah nalə edir. Bu fikir də düzdür. Aşiq Səba vasitəsilə məktub göndərir, məşuqəni tərif edir. Məşuqə əsib coşdu, Səbanın əlindən məktubu alıb cırdı. Deməli, bu fikir də düzdür. Səbəbsə məşuqəni tərif edir, məşuqə əsib coşur, Səbanın əlindən məktubu alıb cırdı. Baxarıq bunu. Aşiq eşqdən bixəbər, eşq haqqında təsəvvürü olmadan sakit ömür sürür. Sonradan nəticədə sevənləri lağ edir, onları əblə halına. Bu da düzdür. Ondan sonra aşiq deməli aşiq ilk məktubu məşuqə göndərir, məşuqə babanı danlayır, özünü yürür. Bu fikirdə düzdür. Baxaq, burada düz fikrə bir dənə görə harda səhv var. Deməli, aşiq huşla ikinci məktub göndərir, aşiqin ümid evi paramparça olur, ürəyi xəstə olur. Bu huşun göndərməsində deyildi, deyəsən göz yaşının birinci məktubunda olmalıydı o. Göz yaşının birinci məktubunda olmalıdır məncə. O huşun ikinci məktubunda deyil də göz yaşının birinci məktubundadır. Yəqin ona görə cavabımız elə A variantı olacaq burada. Elə götürüblər yəqin ki, burada da. 23-də deyir, şahs Xətainin dəhnamə əsərinin zirvə nöqtəsi. Zirvə nöqtəsi deməli olacaq bunun göz yaşının 3-cü məktubu ilə. Çünki göz yaşı 3-cü məktubunu götürəndən sonra bu məşuqə bunu dəvət edir görüşməyə. Ona görə ən zirvə nöqtəsi göz yaşının 3-cü məktubudur. Məşuqəni görməsi, yatıb yuxuda bu ekspozisiya nöqtəsinə aiddir. Aşiqin bağbanla qarşılaşması bu deməli Zavyaska hissəsinə götürmək olar. Məşuqənin vüsal xəbərini aşiqə çatdırması ilə ən axırlarda olur. Bu da amma göz yaşının 3-cü məktubu konkret zirvə nöqtəsidir. Aşiq ilə məşuqənin hallaşıb ayrılmasındakı ən axırda olan hissədir. Deməli, baxırıq 24-də. Dəhnamə probleminə əsasən yanlış səbəb nəticə əlaqəsini müəyyən edin. Aşiq yuxuda məşuqəni görür, halı əhvalı dəyişir, günü qara oldu. Aha, bu fikir düzdür. Aşiq çəmənlikdə Səbanı tapdı, məktub göndərdi.
Məşuqənin qəzəbinə tuş gəlir. Çəmənlikdə deyir, Səbanı tapdı, məktub göndər, məşuqənin qəzəbinə tuş gəlir. Bu da düzdür. Aşiq bağbanla qarşılaşdı, bağban dərhal ona kömək etdi. Bu, yəqin ki, burada dərhal kömək eləmir. Çünki o birinci deyir onu döyür, sonra görür ki, onun həqiqətən də eşqi var. Eşq olduğuna görə də ona kömək etmək qərarına görə. Onun cavab C variantıdır. Aşiq səbir və iradə göstərdi, sonunda öz sevgisinə qovuşdu. Bu düzdür. Aşiq huşu məşuqənin yanına göndərir, məşuqədən rədd cavabı alır. Bu isə düz fikirdir. 25-ə baxaq. Şah İsmayıl Xətainin Dəhnamə poeması haqqında doğru fikri müəyyən edin. Əsərdə yalnız insan surətləri iştirak eləyir. Xeyr, bu fikir səhvdir. Çünki rəmzi obrazlardan da istifadə var. Səhvdir. Şair isə məşuqənin daxili aləmini təsvirinə deyir. Şair məşuqənin yox, aşiqin daxili aləminin təsvirinə geniş yer verir. Məşuqənin isə zahiri görkəminin təsvirinə geniş yer verib. Poemadakı bağban obrazı qəddarlığı ilə diqqət cəlb eləmir, o xeyirxahlığı ilə diqqət cəlb eləyir. Huşun məşuqəyə məktub aparması əsərin kulminasiya nöqtəsidir. Huşun yox, göz yaşının aparması. Ona görə də bu fikirdə D-də səhvdir. Səbir və iradə sayəsində məqsədə çatmaq mümkünlüyü əsərdə qabarıq ifadə olunub. Bu isə düz fikirdir. Deməli, sonra keçək 26-ya. 26-da deyir ki, Şah İsmayıl Xətainin Dəhnamə poeması hadisələrin düzgün xronoloji ardıcılığı müəyyən edin. Aşiqin bağbanla qarşılaşması. Deməli, bu yuxuda məşuqəni görəndən sonra baş verən hadisələrdən sonrasına aiddir. Səbanın 3-cü məktubu məşuqəyə aparması 1-2-ni apardan sonra 3-cünü aparır. Aşiqin vüsala çatması ki, ən axırda onun hissədir. Deməli, aşiqin sevənləri əbləh adlandırması. Əbləh adlandırma hissəsi əvvələ aiddir. Yəni, bağbanla qarşılaşmasından əvvələ aid. Ona görə bir heç birini götürməyəcək. Aşiqin məşuqədən, burada bir yazıb, bir ora tərəfə aiddir. Deməli, aşiqin məşuqədən ayrılması vüsala çatandan sonra ayrılır və bu da 2 bu tərəfə aiddir. Yəni, ondan sonraya aiddir. Ona görə də bu fikir də səhvdir. Əsərin qəhrəmanının yatıb yuxuda məşuqəni görməsi bu hissədə əvvələ aiddir. Yəni, 3-ə aiddir. 3 əvvələ aiddir. Ona görə də bu fikir də səhvdir. 4 məşuqənin Səbanı azad etməsi. Bu məşuqə Səbanı azad etməsi göz yaşının 3-cü məktubundan sonra olur. Yəni, aşiqin vüsalı çatması ilə Səbanın 3-cü məktubu məşuqəyə aparmasının arasında 4-cü fikir olur. Yəni, 4-ü buraya yazacaq. Məşuqənin bağbanla danlama hissəsi isə deməli, aşiqin bağbanla qarşılaşmasından sonra başlayır. Çünki aşiq bağbanla qarşılaşandan sonra gedir, kömək edir ona və Səbanı bunun yanına gətirir. Və Səba bunun yanına gələrkən məşuqə bağbanı danlayır. Ona görə də bu fikirdə elə buraya yazacaq. Cavabımız elə A variantı olacaq. Şah İsmayıl Xətainin Dəhnamə poemasına əsasən uyğunluğu müəyyən edin. Bahariyyə əsərin ekspozisiyanı təşkil edir. Bu fikir səhvdir. Orada biz dedik ki, o fikri məşuqənin məşuqənin yuxusunda tutulan hissəsində ekspozisiyanı təşkil edirdi. Əruz vəzinin Həcc bəhrindədir. Bu fikir düzdür. Müəllifin Həccimdə ən böyük əsərdə bu fikir də düzdür. Əsərdə kompozisiyanın bütün ünsürlərindən istifadə olunmuyor. Fikir səhvdir. 1506-cı ildə heca vəznində yazılıb. Heca vəznində yox, əruz vəznində yazılıb. Onun fikir də səhv olacaq. 28-də deyir ki, uyğunluğu müəyyən edin. Göz yaşının 3-cü məktubu. Bu isə kulminasiya nöqtəsinə aiddir. Ona görə səhvdir. Zavyask hissəsində deməli, baxaq elə variantına gedək. B variantına deyir ki, aşiqin yatıb məşuqəni yuxuda görməsi bu fikir ekspozisiyaya aiddir. Aşiqin bağbanla qarşılaşması Zavyaskaya aiddir. Razvyaska B-ni oraya yazdım. Bura C olacaq. Razvyaska hissəsində isə baxaq, məşuqənin aşiqi vüsala dəvət etməsi isə Razvyaska hissəsinə aiddir. Ona görə D-ni də buraya yazacaq. Səbanın və bağbanın məşuqə tərəfindən danlanması isə bunların heç birinə uyğun gəlmir. Ona görə Y variantına çıxırıq. Uyğunluğu müəyyən edin. Dəhnamə bir nəsihətnaməyə aid. 1506-cı ildə yazılan Dəhnamədir. Səbir və iradə sayəsində məqsədə çatmağın mümkünlüyü bu da Dəhnamədədir. Əsərdə zəngin həyat təcrübəsi olan Müdir Şahsaqqalın nəsihətləri bu deməli nəsihətnaməyə aiddir. Əsərdə insan obrazları ilə yanaşı rəmzi obrazlardan da istifadə olunub. Deməli, bu fikir də Dəhnaməyə aiddir. Fars dilində məhsəl formasında fars dilində yazılmış. Ona görə də bu fikri heç birinə yazmayacaq. Deməli, Şah İsmayıl Xətainin Dəhnamə əsərinin məzmunu ilə səslək və müdrik ifadəni müəyyən edin. A variantı deyir ki, səbr eylə işinə xeyir gələr başına. Bu deyir ki, səbr eylə işinə xeyir gəlir. Yəni, səbirdən danışır. Biz bilirik ki, Dəhnamə əsərində də səbirdən danışır. Yəni, səbir sayəsində insanın məqsədinə çatdığı burada vurğulanıb. A düzdür.
Səbr ilə halva bişər, ey qora səndən, bəsləsən atlas olar tut yarpağından. Yəni deyir ki, tut yarpağından belə atlas olar da. Yəni burada səbr eləsən hər şeyin mümkünlüyü var. Burada da düzdür. Əsəb vaxtı bir an səbirli olsan, 100 günlük peşmanlıqdan qurtararsan. Burada da səbirli olmağın hər şeyin çarəsini olmasından bəhs olunur. C də düzdür. Səbr eləyərəm, səbir daşı çatladı ürəyin başı. Deyir səbir eləyərəm, amma səbir daşı çatladı ürəyin başı deyəndə, yəni səbrim çatmır deməkdir. Amma biz bayaqdan götürdüyümüz fikirlər səbirli olmaqla olduğuna görə, yəni bu fikir səhv olacaq. Səbr eləyən fərəz tapar, bu fikir də düzdür. Cədvələ əsasən əks fikirlərdə uyğunsuzluğu. Deyir ki, aşıqın daxili aləminin təsvirinə daha geniş şəkildə təsvir olunur. Bu fikir düzdür. Məşuqənin zahiri aləminin təsvirinə. Bu fikir də düzdür. Tamam. Aşıq sevənləri əbə hallandırır və nəticədə aşıq yuxuda gördüyü məşuqə də aşıq olur. Bu fikirlərdə görürük əksdir. Aşıq sevənləri əblə hallandırır, amma sonradan özü dəlicəsinə aşıq olur. Deməli, bu fikirlər yenə uyğunsuzluq təşkil edir. Bunlar bir-birləri ilə uyğunsuzluq təşkil edir. Əsərdə dünyavi eşq də təsvir olunub, əsərdə ilahi eşqin tərənnümü. Yəni həm dünyavi eşq var, həm də ilahi eşq var. Buna görə də bunlar da bir-birindən uyğunsuzluq təşkil eləyir. Deməli, yəni əks fikirlərdir. Poemada Qurandan götürülmüş ayələrdən istifadə olmuş. Bu fikir düzdür. Poema dini mövzuda deyil, məhəbbət mövzusunda. Bu da düzdür. Yəni burada demək istəyir ki, poemada Quran motivlərindən, Quran ayələrindən istifadə olunsa da, poema məhəbbət mövzusunda yazılmışdır. Bu fikir də düzdür. Əksdir. Aşıq səbirli olmaqla məqsədə çatmağın mümkünlüyünü göstərən obrazdır. Aşıq eşq yolundakı əzab əziyyətlərə rast gəlir, amma şikayətlənmir, nalə edir. O şikayətlənmə, nalə etmə hissəsi burada var. Deyir ki, əzab əziyyətlərə rast gəlir, şikayətlənir, nalə edir. Yəni şikayətlənmir, nalə etmir fikri səhvdir. Ona görə cavabımız Y variantıdır. 32-də də uyğunsuzluğu istəyir. Məşuqə deyir ki, eşq əhlinə aşinamısan sən? Kim aşıqı xəstədən gəlirsən? Eşq əhlinə aşinamısan sən? Kim aşıqı xəstədən gəlirsən? Bu fikir düzdür. Bu fikir məncə düzdür, baxarıq indi. Səbah aydır ki, mənəm ol ey xoş avaz, ölmüşlər üçün Məsihi dəmsaz. Bu fikir Səbah tərəfindən deyilir. Bu fikir düzdür. Yəni deyir ki, mən ölmüşlər üçün Məsih dəmsaz, tamam, bu düzdür. Aşıq bu yola ilahi yoxmu payam, bu dərdi ilahi yoxmu dərman? Aşıq deyir ki, yəni bu dərdə dərman yoxdurmu? Öz dərdini burada göstərir. Yəni demək istəyir ki, o götürür məşuqəni yuxuda görürük. Ondan sonra deyir ki, yəni bu şeyə dərman yoxdur. Yəni mən buradan çıxa bilməyəcəyəm. Bu fikir ona görə var. Burada uyğunsuzluq yoxdur. Aşıq deyir ki, deyir kim? Necə varım ol fəqirə, biçərəvu xəstədil həqirə. Bu aşıq tərəfindən deyilmir məncə. Aşıq tərəfindən deyil, bu Səbah tərəfindən olacaq. Ona görə elə cavabımız D variantı olacaq yəqin ki. Çünki bu hissə Səbanın məşuqənin yanından gələndən sonra yolda öz-özünə deyir ki, mən bu fəqirə necə deyir gedim bu fikirlər deyim də, yəni ona görə cavabımız D variantıdır. Məşuqə sən bilmirsən ki, mən nə şahəm, huri həşəmu mələk sübhahəm. Yəni məşuqə də burada bağbanla danışan yerdə deyir ki, sən bilmirsən mən nə şahəm, yəni sən deyir onun mənim yanıma niyə gətirmirsən, ona görə bu da düzdür. Məşuqə eşq əhlinə aşinamısan sən, kim aşıq xəstədən gəlirsən? Bu fikirdə məncə elə məşuqədə var, mən bağbandan qarışdırdım məncə, amma məşuqədə də olmalıdır. Ona görə bu fikirdə düzdür. 33-də deyir ki, Şahis Məmməd Dəhnəmə əsərinin janr xüsusiyyətləri ilə bağlı yanlış fikir deyir. Müəyyən elə. İri həcmli əsərdir, yalnız nəzmlə yazılır, düzdür. Müəllif hadisələri canlandıran zaman təhkikatdan istifadə edir, düzdür. Poemaya aiddir. Qəhrəmanların həyatı dinamik inkişafda verilir. Müəllifin şəxsən şahidi olduğu əsərlər. Şəxsən şahidi olduğu əsərlər xatirə adlanır. Onun poemaya aid deyil. Hadisələrin doğurduğu hiss və həyəcanın ifadəsi zamanı tərənnümdən də istifadə olunur. Bu fikirdə düzdür. Yəni mən burada C variantı cavab. Ədəbiyyat şüurasında bu janra qarışıq janrda deyilir. Bu fikirdə düzdür. Poemaya qarışıq janrda deyilir. Eylerven diaqramına əsasən doğru fikirlər. Gül yüzü qızarmış infialdan, bənövşə yerə baxır məlaldan. Nərgizlər önündə cam tutmuş, bülbüllər oxur nizam tutmuş. Deməli, bu nədə aiddir? Bu Şahis Məmməd Dəhnamənin əsərindən olan bir yerdir. Bəzəndə hər bir ağac bir gül ilə ağaclar cümlə gülpirahən oldu. Asıldı yazilər bitdi çiçəklə, gül ilə şol bənəfşə süsən oldu. Bu hissədə deməli onun yazdığı
deməli bu da təbiətin tərənnümünə aid olan qəzəllərindən biridir. Obrazın zahiri görkəmi təsviri poetik dillə ifadə olunub. Bu fikir deməli bir də bu düzdür. Burada məşuqənin tərifini var. Poetik dillə ifadə olunub, düzdür. Bahariyyədən götürülüb təbiət lövhələri tərənnüm olunur. Bu fikir Bahariyyədən yox, Dəhnavadan götürülüb. Yazın gəlişi ilə təbiətdə baş verən canlanmanın insanda yaratdığı sevinç və fərəh təsvir olunub. Bu isə aid deyil. Yazın gəlişi çünki üçüncü olan fikir ikinciyə aiddir, birinciyə aiddir. Birincidə isə məşuqənin tərənnümüdür, tərifidir. Şairin təbiət mövzusunda yazdığı qəzəllərdən bu düzdür. Beyt şəklində yazdığı metafora və inversiyadan istifadə olma ilə 1-ə də aid eləmək olar da. Niyə bunu sadəcə 2-yə aid eləsin? Bu 2-yə səhvdir. 1-4 cavabımız. Sonra keçirik 35-ə. Dəhnamə poemasında aşiq obrazına aid yanlış fikir. Aşiqin əsərinin əvvəlindəki vəziyyəti ilə sondakı vəziyyəti ziddiyyət təşkil edir. Bu fikir düzdür. Öz halına şikayətlənən aşiq öz halını könül dostu bildiyi məktəb yoldaşına danışır. Bu fikir də düzdür. Aşiq o da deyir ki, get məktub göndər yenidən. Onun nəticəsində də ki, o səbadan sonra, 3-cü məktubdan sonra ona məktub göndərir huş vasitəsilə. 2 dəfə. Ondan sonra birini göndərir, ondan sonra deyir ki, birini də göndər, ondan sonra göndərir. Aşiq məşuqənin cöfür cəfəsini lütf etdiyi ehsan kimi qəbul edir. Məşuqəni yox, sevgilisinin. Ona görə C variantı. Ümumiyyətlə, məşuqənin deyəndə də ki, bu lütf etdiyi ehsan kimi qəbul eləmə fikri ümumiyyətlə Dəhnamənin içərisində verilmir. O sadəcə onun ayrıca olan şeirlərindən bir hissə kimi kitablarda verilir. Ona görə heç bu fikirdə səhv olacaq. Aşıqın mənəvi aləminin təsvirinə əsərdə geniş yer verilib, bu düzdür. Müəllif əsərdə aşıqın simasında səbirli olmağı və sonunca mübarizə aparmağını uğurlu nəticəsini ifadə edib, bu düzdür. Deməli 36. Dəhnamə poeması məzmununu nəzərə alıb ardıcılığı pozan variant. Aşiq yatıb yox da məşuqən düz gəlir. Hə, tamam. Belə bağban aşıqa kömək edir. Belə pəri sözünü eşitib bağbanda səbah məşuqə aşıqların dostu olduğunu deyir. Aşıq məşuqə fitnəli yaradılır. Burada D variantı pozur. Ardıcılığı pozan variantı, D variantı. İndi baxarsınız kitaba səbah məşuqə aşıqların dostu olduğunu məşuqəyə deyir, yoxsa bağbana o fikirdə var, amma ümumiyyətlə bu fikirdə həmin o yerdə deyil. Fitnəli yardan məncə sonra olan hissədədir. Ona görə ardıcılığı pozur. Sufi isən alıb satma, halallığını haram qatma. Yolun əyrisinə getmə, doğru yola nəzər eylə. Nümunə ilə bağlı doğru fikirləri müəyyən elə. Baya janrı bayatıdır. Ümumiyyətlə, burada heç bayatı kimi də qafiyələnməyib, məsəvi formasında qafiyələnməyib, ona görə bayatı deyil. Şifahi xalq ədəbiyyatı nümunəsi deyil. Ya da yazı ədəbiyyat nümunəsidir. Dünyəvi məzmunu deyil, düzdür. Səhər qızıl sufilərə sufi görüşlərinin təbliği var burada. Qafiyə quruluşu baxımından rübai ilə eynilik deməli təşkil edir deyir, amma burada rübai ilə eynilik deyil. Bu məsəvi ilə eynilikdir. Ona görə 4-də deyil, şeir və ədəbiyyatdır. Bu fikirdə düzdür. Cavabımız deməli nə olacaq? 2, 3, 5. Deməli, Şahis Məxətayının bu qədər. Şahis Məxətaydan bu qədər. Gələcək mövzuda isə Məhəmməd Füzulinin olan testlərin izahını verəcəm. Bu günlük bu qədər. Sağ olun, salamat qalın.